Baxın, bu yuxarıda gördüyümüz sual buraxılışa düşmüş bir sualdır və burada bizdən nə istəyir? Possessive case, yəni yerli halda olan bir cümləni istəyir. Düzgün şəkildə verilmiş. Birinci cümləmizə baxırıq. The woman's demands. Woman toplu bir isim kimi verib burada və özündən sonra təbii ki, s-i bitişdirməməli idi, ayrı verməli idi. Burası düzgündür. Və apostrof s-dən sonra baxırıq, görürük ki, demands isimdir, yəni tələblər deməkdir. Qadınların tələbləri. Təbii ki, bu birinci cümləmiz doğru şəkildə verilib. Bunu götürə bilərik. İkinciyə baxırıq. İkincidə my uncle successful in his new job. My uncle'dan sonra apostrofu ayrı qoyub. Yəni burada heç bir səhv yoxdur. Successful da bilirik ki, sifətdir. Uğurlu deməkdir. Əgər successful-dan sonra isim versəydi, düz götürə bilərdik. Əgər verməyibsə, sadəcə apostrofdan sonra sifət veribsə, deməli bu burada şəxs şəkilsi kimi verilib. Yəni is şəkilsi. My uncle is successful in his new job. Yəni mənim dayım öz işində uğurludur. Bu deməli yerlikdə verilməyib. Üçüncüyə baxırıq. Üçüncüdə mən nifrət edirəm dentistlərə getməyi, dentist yanına getməyi, diş həkiminə. Yəni burada bilirik ki, bu quruluşda verilmiş yerlik hal düzgün sayılır. Özündən sonra isim verməsə belə apostrof s-lə cümlənin sonunda verilə bilər. Bu da düzgün yerlik halda bir cümlədir. 1 və 3-ü götürmüşük. Dördüncüyə baxırıq. Dördüncüdə apostrof s-dən sonra baxın nə verilib? Got şəkilsi. Got bilirik ki, görən kimi ya have got ya da ki has got düşünməliyik. Çünki apostrof s özündən sonra isim istəyir. Got isə isim olmadığına görə, xəbər olduğuna görə biz bunu has got kimi düşünməliyik. Dördüncü variantı da ona görə çıxırıq. Və beşinci cümlədə isə örs bilirik ki, bir dənə olduğuna görə biz onu cəmləyə bilmərik. Ümumiyyətlə, bir dənə olan şeylərdən cəm olmayan sözlər var ki, yer kürəsidir, günəşdir, aydır və s. Bunları biz cəmləyə bilmərik. Ona görə s-i burada bitişik verməməli idi. Bu da ona görə səhv olur. 5-ci variantı çıxırıq. Qalır 1, 3, A variantı.